Salam, xoş gördük dəyərli Cəbhə TV izləyiciləri. Deməli, son günlər Azad Vətən Partiyasının sədri Akif Nağı ilə bağlı sosial şəbəkələrdə kifayət qədər iddialar yayımlanır. O iddialardan biri də, ən çox diqqət çəkənlərdən biri də onun İrana işləməsi ilə bağlı yazılan, deyilən iddialardır. Hətta iddia olunur ki, Akif Nağı müxtəlif dönəmlərdə İrana işləmək üçün hətta 100 min manat civarında qrant alıb. Yəni, bu cür iddialar var. Bu iddialarla bağlı Azad Vətən Partiyasının sədri Akif Nağının fikirlərini öyrənmişik. Akif Nağı bu haqda nələr deyir? Buyurun, izləyin. Bu cür suallar mənasız suallardır. Yəni, müxtəlif dövrlərdə səslənir. Kimlərsə Akif Nağıya bir böhtan, çamur atmaq istəyəndə bunu ortaya atırlar. Mən hesab edirəm ki, bu mövqedə kim çıxış edirsə, geçsin hüquq mühafizə orqanlarına müdafiə eləsin, xüsusi xidmət orqanlarına müraciət eləsin ki, Akif Nağının bu fəaliyyətini araşdırsınlar. Yəni ki, də araşdırıblar, yəni söz-söhbət olduğuna görə yəni ki, araşdırıblar, belə bir ortada da heç nə yoxdur. Onlar üçün rəsmi bir arayış verməlidir, hüquq mühafizə orqanları yoxsa yox. Yəni, mən hesab edirəm ki, məsuliyyətsiz adamlardır bu ifadələri işlədənlər. Yəni, tutduğu cəmiyyətdə mövqeyindən, vəzifəsindən, Azərbaycanda olmasından, kənarda olmasından asılı olmayan məsuliyyətsiz adamlardır. Adama qarşı bu cür məsuliyyətsiz iddia irəli sürmək olmaz, şər atmaq olmaz, şər böhtandır bu. Və indi də şər böhtan adi bir şeyə çevirdi. İnsanlar utanmırlar başqaları haqqında. Akif Nağı nəsə bunların gözünə pis görsənir, yoxsa nədir? Akif Nağı niyə hücuma keçirilir? Mən özüm də məhkəməyə verə bilərəm bunların hamısına görə, sübut elə görüm. Sadəcə o mənim məhkəməyə getməyə, gəlməyə həvəsim yoxdur, vaxtım yoxdur. Mən özüm həm partiya işimiz var, həm dəstəyirəm pedaqoq kimi, həm elmi əsərlər yazıram. Mənim o qədər işlərim var ki, bu cür mənasız işlərə vaxt sərf eləməyə, məhkəmələrə gedib dayanmağa vaxtım yoxdur. Mən təbliğatımızı aparmışıq bütün ölkələr, qonşu ölkələrdə xüsusilə də, yəni izah eləmək üçün mən bilirəm onun üçün. O cümlədən Türkiyədə, Gürcüstanda, Rusiyada, deyək ki, Avropanın müxtəlif ölkələrində, şəhərlərində, o cümlədən İranda. İranla bağlıdır. Təxminən səhv eləmirəmsə 2006-2007-ci illərdə biraz gec olardı, deyək ki, adında deyil. Yəni, mətbuatda belə şeylər getdi ki, Tehran Universitetində ermənilərin bir tanınmış dırnaqarası aqressiv Azərbaycana qarşı deməli, Aleksandr İskəndəryan adında bir politoloqu var, indi elə var. O gedir, görüşlər keçirir Tehran Universitetində, tədbirlər keçirir, konferanslar keçirir. Orada adamlara təlqin eləməyə çalışır, adamlara inandırmağa çalışır ki, Qarabağ erməni torpağıdır və s. və ilə axır. Növbət dəfə elə bir məlumatı mətbuatda oxuyandan sonra mən İran səfirliyinə sorğu göndərdim rəsmi qaydada ki, bu nə deməkdir? Siz Azərbaycanla düşmənçilik edirsiniz, yoxsa nə də bunun səbəbi Azərbaycana qarşı bu cür təbliğatlar üçün şərait yaradırsınız orada universitetlərdə. Onlar da mənə cavab yazdılar ki, istəyirsiniz, siz də gedin universitetlərdə Qarabağ təbliğatını keçirin. Bunun üçün biz də şərait yarada bilərik. Yəni, belə bir cavab oldu. Ondan sonra da mən QHT-lərə Dəstək Şurasının sədri Azər müəllim Azər Quliyevlə də məsləhətləşdim. Prezident administrasiyasına da müəyyən məlumatları verdim ki, mənim belə bir fikrim var. Heç bir yerdə etiraz olmadı və necə ki, müxtəlif ölkələrə səfərlərin bir hissəsini müəyyən. Elə olur ki, mən öz təşəbbüsümlə gedirdim, elə olur ki, orada konferans keçirdi, dəvət edirdilər. Ya İran olsun, Gürcüstan olsun, Türkiyə olsun, Rusiya olsun, QHT Şurası adətən ən azından yol xərcini maliyyələşdirirdi. Ona görə də QHT Şurası bəzən mən layihə verirdim, o şəkildə maliyyələşdirdilər. Bəzən öz hesabımıza gedirdik. Yəni, qrupla gedirdik. Yəni, olur ki, Azərbaycanın əksər QHT rəhbərlərinin iştirakı ilə bir yerdə getmişik. 10-15 nəfəri heyətlə getmişik. Yəni, Etimad Əsədov rəhmətli, Fürdun Məmmədov, Jalə Cəfərova və digərlər, kimdən çıxır, kimlər iştirak edirdi orada. Yəni, böyük heyətlərlə getmişik biz orada, əslində qazilərlə getmişik, qazi təşkilatlarının rəhbərlərlə getmişik ki, orada Qarabağ təbliğatını aparaq və Təbriz, Ərdəbil, Urmiya, Zəncan şəhərlərində, onların universitetlərində əsasən böyük Qarabağla bağlı konferanslar keçirirdik və gedəndə səfərlərdə görüşlərimiz də olurdu. Yəni, oradakı, deyək ki, dini və inzibati qurumun rəhbəri, dini liderin nümayəndəsidir, imam cüvbəsi deyirlər. Onlarla görüşürdük.
onların deyildi, kimsə xoşuna gəlmir, onların paltarı geyindiyi, paltarı başına qoyduğu əmmamə xoşlarına gəlmir, amma onların hakimiyyət nümayəndəsi onlardı. Sonra orada biz görüşürdük, dəfələrlə elm adamları ilə görüşürdük, valiləri ilə görüşürdük, belediye başkanları ilə görüşürdük. Yəni söhbət ondan gedir ki, bunların hamısında biz Qarabağ təbliğatı aparırdıq və Fars dilində, ərəb dilində, çünki onlara verirdik ki, ərəb ölkələrin əlaqələri var, Ərəbistana da onlar paylaşsınlar, ərəblər gələndə onlara da versinlər. Yəni onların universitetlərinin hər birində Qarabağla bağlı bizim kitablarımız vardı. Fars dilində, ərəb dilində, müxtəlif dillərdə. O cümlədən onlar bir dəfə mənə sürpriz edərək Təbriz Universitetində mən o vaxta qədər Qarabağ müharibəsi qısa tarix adında bir kitab yazmışdım. 120-150 səhifəlik. Həmin kitab Azərbaycan dilində çıxmışdı, İngilis dilində çıxmışdı, Rus dilində çıxmışdı. Və o kitabı Türkiyə türkçəsinə də çevirmişlər bizim dostlar. Və o səbəb o ki, Qarabağ müharibəsi ilə bağlı həqiqətlər çatdırılsın. Və həmin həqiqətlər də mənə sürpriz elədi Təbriz Universiteti. Növbəti səfərlərin birində mənə göstərdilər ki, sizin həmin kitabınız, çünki onun Azərbaycan variantı, İngilis variantını mən onlara səfərlərdə təqdim eləmişdim. Fars dilinə çevirmişik və bizim kitabxanamızda yerləşirdi. Yəni mən hesab edirəm ki, bu da orada Qarabağ həqiqətlərinin çatdırılması baxımından həddindən artıq vacib bir məsələ idi və mən xatırlayıram ki, bir dəfə bura bir nəfər İrandan Təbriz əsirli Tehranda yaşayan kino rejissor gəldi, Möhsün Hadi. O dedi ki, məni gəlib tapmışdı, axtarmışdı müəyyən yerlərdə, səhv eləmirəmsə, Naverlə Cəfəroğlu ilə də görüşmüşdü, yəni səfirlikdən soruşmuşdu, kimlər Qarabağ məsələsində məşğul oldular. Və eyni zamanda orada Təbriz Universitetini axtarmışdı və məndən gəldi, görüşdü, məni tapdı və mənə dedi ki, mən bütün İranda Qarabağ müharibəsi ilə bağlı bir dənə kitab axtardım, bir dənə məqalə axtardım, tapım, heç nə tapamadım, bir də sizin kitabınızı tapdım Təbriz Universitetində. Bax, bu da bizim işimizin bir nöqtəsi, o kitabı deyir, götürdüm, onun əsasında mən məlumatlandım. İndi mən Qarabağ müharibəsi ilə bağlı film çəkmək istəyirəm. Film də çəkdi, çox yaxşı bir film də alındı, burada çox adamlarla görüşdü, müəyyən diskləri götürdü, müəyyən çəkilişləri götürdü. Deməli, Seydağa müəllim, bizim məşhur operatorumuz, o heç kəslə görüşmürdü, mən onunla görüşdüm. O dedi, sənin xətrinə müəyyən çəkilişləri verərəm. Verdi, ondan da istifadə elədilər, ondan intervyu da götürdülər, məndən də götürdülər, başqalarından da götürdülər və bu çox böyük, deyək ki, İranda əks sada verən bir film oldu. Bakıda da gəldi, Bakıda bizim Beynəlxalq Mətbuat Mərkəzində həmin filmin təqdimatını da biz keçirdik. O da Azərbaycanda da ciddi şəkildə maraq doğurdu. Bir şey də deyim, təxminən səhv eləmirəmsə 2013-cü ildir. Biz Təbriz Universiteti ilə belə bir qərara gəldik ki, Təbriz Universiteti ilə Qarabağ Azadlıq Təşkilatı birlikdə bir beynəlxalq konferans keçirsin, Qarabağa həsr olunmuş. O konferansla bağlı hazırlıq işlərinə başladıq. Azərbaycandan özləri səfirliyin vasitəsilə bir 25 nəfəri heyətlə müəyyənləşdirdilər. Azərbaycanın çox tanınmış tarixçiləri də daxildir həmin heyəti, o cümlədən Yaqub Mahmudov və digərləri də daxil idi. Bu heyət həmin konferansda iştirak eləməlidir və əvvəlcədən məqalələrini hər kəs verirdi. Mən də öz məqaləmi verdim. İrandan da məqalələr verilmişdi, Rusiyadan verilmişdi, Türkiyədən verilmişdi. Yəni digər ölkələrdən də xatırlamıram. Beynəlxalq bir konferansdır Qarabağ konferansı. Çox böyük səs gətirəcək bir konferansıdır. Və həmin konferans keçirilməsinə təxminən bir 10 gün qalmış. Mənə o səfirlikdən zəng elədilər ki, bəs konferansın keçirilməsinə Ermənistan tərəfindən ciddi müqavimət var. Ermənistan İranın Xarici İşlər Nazirliyinə nota göndərib ki, necə ola bilər ki, orada Qarabağ konferansı keçirilir Təbrizdə və biz də o beynəlxalq konferansdır və biz niyə dəvət olunmamış o konferansa bir tərəfli keçirirsiniz, Azərbaycanın mövqeyini təbliğ edirsiniz. Amma biz onlara deyir, cavab vermişik, bizim xaricilər, o dedi ki, İranın Xarici İşlər Nazirliyinə cavab veribdi ki, bu dövlət səviyyəsində keçirilən konferans deyil, bu qeyri-hökumət təşkilatları, qeyri-rəsmi səviyyədə keçirilən, yəni Təbriz Universiteti də dövlət qurumu deyil və Qarabağ təşkilatı da qeyri-hökumət təşkilatıdır. Onlar keçirirlər, biz onların işinə qarışa bilmərik. Yəni, bax, bu müqaviməti bu şəkildə qırmışdılar, amma 3 günüdür ya 4 günüdür qalmış, səfirlikdə mənə zəng elədilər ki, məni Azərbaycan Xarici İşlər Nazirinə çağırdılar, dedilər ki, o konferansı keçirməyin.
Bax, indi mən o sualı qoyuram ortada, indi deyilir. Buramız MTV-nin təsir imkanları ilə təsir elədi ki, konferans dayansın. Yoxsa ermənilər kimə təsir elədilər? Ermənilər İran Xarici Nazirliyinə təsir edə bilmədilər, amma Azərbaycan tərəfindən belə bir təsir oldu. Mən vaxt zəng elədim. Xarici Nazirliyinə cavab vermək istəmədilər ki, yəni biz bu sualı cavablandırmırıq. Prezident administrasiyasına zəng elədim, dedilər ki, bu məsələ mürəkkəb məsələdir, bundan siz başınızı ağrıtmayın. Yəni bax, beləcə o konferansımız çox böyük səs salacaq konferans alınmadı, amma Azərbaycan İngilis və fars dillərində həmin konferansın materialları artıq hazırlanmışdı. Yəni konferansın materialları kitab şəklində hazırlanmış, çünki hər kəs məqalələrini göndərmişdi ora. Və o konferans kitabın təqdimatını keçirdilər. Deyək ki, Təbriz Universiteti nisbətən qısa bir formada və məni də buradan dəvət edildi. Bir də mənlə bir yerdə Rövşən Əhmədov onu dəvət elədilər. O da Qarabağ uğrunda İslami Müqavimət Hərəkatı, belə bir təşkilatın rəhbəri idi. Və biz orada getdik, orada kitabın təqdimatı oldu, kitabı verdilər, kitabı mən gətirmişdim, mən kimlərsə götürürlər, arada axtardım, tapmadım onu. Və orada mən vərəqlədim, gördüm ki, müxtəlif ölkələrdə məqalələr var, o cümlədən İrandan da İran alimlərinin məqalələri var, hamısı da Azərbaycanın mövqeyindən çıxış edirlər. Yəni, bax, bu bizim əldə elədiyimiz nəticə idi. Bu nəticəyə görə kimlərsə məni qınayırlarsa ki, siz niyə getmişsiniz, niyə gəlmişsiniz və həyatımız təhlükə. Mən oraya gedəndə həmişə bizlə bir yerdə mətbuat nümayəndələri gedirdi ki, işıqlandırsınlar. O cümlədən Elşad Paşasoy, o cümlədən APAR nümayəndələri Etibar bəy, fikrimdən çıxıb da kimlər iştirak edirdi və oradakı tədbirlərimizi işıqlandırırdılar. Böyük bir proses yaranmışdı. Biz o dövrdə 2015-ci ildə Beynəlxalq Qarabağ forumu yaratdıq. Həmin Beynəlxalq Qarabağ forumunda məqsəd ondan ibarətdir ki, müxtəlif ölkələrdə Azərbaycana dost olan qeyri-hökumət təşkilatlarının bir təbliğat şəbəkəsini yaradaq. Qarabağ həqiqətlərinin təbliği ilə bağlı. Orada da Azərbaycan, İran, Türkiyə, Rusiya, Almaniya, Belçika, Hollandiya, Gürcüstan, Ukrayna və digər ölkələrin nümayəndələri daxildir. Bu günlərdə onun fəaliyyəti bir qədər adını dəyişdi. Biz İkinci Qarabağ müharibəsində qələbədən sonra biz onun adını artıq Qarabağ Zəngəzur forumu qoymuşuq və ilk işimiz olaraq Zəngəzur tarix və müasirlik adında konferans keçirdik. Deməli, Türkiyənin beynəlxalq konferansıdır. Türkiyənin İğdır və Van şəhərlərində keçirdik. Oradakı dostlarımız dəstək verdilər, Ziya bəy başda olmaqla. Həmin o Ziya bəy, Ziya Zakir Acar bu yaxınlarda Azərbaycan prezidenti tərəfindən şöhrət ordeni ilə də bax bu cür fəaliyyətlərinə görə təltif olundu. Azərbaycanı sevən bir insandır. Onun təşəbbüsü ilə, Vandakı dostlarımızın təşəbbüsü ilə biz Bilal Yücebaş, o da çox fəal bir insandır Van'da və digər Ərzurumda çoxlu dostlarımız var bütün Türkiyə üzrə. Bir beynəlxalq konferans keçirdi və o konferansın materialları da çap olundu, artıq hazırdır. Zəngəzur tarix və müasirlik. Orada çox maraqlı məqalələr toplanıb. Yəni, bax, bu şəkildə biz işlərimizi həmişə görmüşük, gündən sonra da görəcək o işlərimizi. İran da həmin proses içərisində iştirak edirdi. Oradakılar da o prosesdə iştirak edəndə öz tərəflərindən təzyiqlərə məruz qalırdılar. Onları da anlamaq istəmirdilər. Amma biz bunu nizama salırdıq. Orada məndən soruşurlar ki, necə olur ki, sizin bütün tədbirlərdə Azərbaycan, Türkiyə bayraqları bir yerdədir, niyə bizim bayraq da yoxdur? Mən də dedim ki, siz özünüzü Türkiyə kimi aparsanız, deməli, burada sizin bayrağınız olacaqdır. Orada müxtəlif ağır şəraitlər, situasiyalara düşürdük biz. Elə olurdu ki, bizim konferans keçirdiyimiz adı tərcih deyirlər ki, tərk edin, bomba təhlükəsi var. Onda şahidlər təhqir edirəm mən. Elə bizim deməli, qaldığımız, oturduğumuz oteldən kənara çıxmağa da bizə ehtiyatla lakin imkan vermirdilər ki, yəni sizə qarşı təxribat ola bilər. Və yaxud biz harasa çıxırdıq, ya mağazaya, harasa çıxırdıq, hökmən yanımızda onların xüsusi xidmət orqanlarının nümayəndələri olurdu ki, sizə qarşı təxribat ola bilər. Yəni, bu təhlükələrin içərisindəydik. Eyni zamanda mən xatırlayıram, orada bir neçə epizodu demək istəyirəm ki, biz hansı ağır şəraitdə o təbliğatımızı aparırdıq. Orada deməli, bir dəfə biz elm adamları ilə və Təbrizdən olan, Azərbaycandan olan, əsas Təbrizdən olan millət vəkillərinin iştirakı ilə, elm adamlarının iştirakı ilə geniş bir dəyər masa keçirdi orada. Və orada da hər kəs öz mövqeyindəydi, hər kəs çıxış edirdi. Mən də orada çıxış edirdim, başqaları çıxış edirdi. 8 deputat idi Təbrizdən. O deputatlardan biri çıxış elədi və
Dedi ki, narahat olmayın mənə müraciətə. Akif müəllim narahat olmayın, yəni heyətin rəhbəri mən idim. Yenə də həmin Etimad bəy, Firidun bəy, Jalə xanım, Rövşən bəy, Hacı Rövşən, digərlər hamısı iştirak edirlər orada. Məhəmməd Əli bəy, Məhəmməd bəy və deməli mina qurbanlarına həsr olmuş təşkilatın rəhbəridir Məhəmməd bəy. Və Məhəmməd ya Həsən bəy üzrüstü, Məhəmməd Həsən bəy də ona Həsən bəy də deyirlər. Yəni səhv olmasın. Dedi ki, narahat olmayın, Akif müəllim, narahat olmayın. Arazdan o tay da bizimdir, onu özümüzə qaytaracağıq. Yəni bizi özlərinə birləşdirəcəklər, Şimali Azərbaycanı. Bir sükut çöktü, onlar da, bunlar da hamı başa düşdü ki, bu bir, deyək ki, xoşa gəlməyən bir ifadə işlətdi bu adam. Mən biraz pauza verdim, sonra dedim ki, hörmətli millət vəkili, siz bilməlisiniz ki, mən tarixçiyəm və o torpaqları o vaxtları Rusiya işğal edəndə ora sizin deyildi. İranın nəzarətində deyil bu ərazilər ki, siz verəsiniz onu Rusiyaya. Ora Azərbaycanın öz əraziləridir və bizim orada kiçik dövlətlərimiz, xanlıqlarımız vardı. Bizim xanlarımız Rusiya qarşı mübarizə apardı, gücü çatmadı, təslim oldu, işğal olundu. O sizin deyildi ki, deyirsən qaytaracağım özümə. Bu bir, dedim, tarix. Əgər tarixi bilmək istəyirsə. İkincisi isə, biz bura gəlmişik ki, bizi birləşdirən nöqtələrdən danışaq. İxtilaf, münaqişə salan nöqtələrdən yox. Sizə ayıb olsun ki, siz bu mövqedən çıxış edirsiniz. Ondan sonra hər kəs əl çaldı orada, hamı dedi ki, tamamilə doğru. Danışdıqca hamı onu tənqid edir ki, sən özünü çox yanlış apardın burada. Yəni, belə situasiya olur. Bir situasiyada Ərdəbildə tanınmış bir deputat vardı, keçmiş deputat, Həqiqət Pur adı yadından çıxıbdı. O vaxtlar Azərbaycana qarşı çox aqressiv çıxışlar edirdi. Onun ofisində görüşümüz oldu, yəni böyük bir heyətlə. O da başladı danışmağa, dağdan, bağdan, oradan. 2 dənə orada yanlışlığa yol verdi. Bir onunla ibarət oldu, dedi ki, özünüzə bir yaxşı prezident seçsəniz, sizə kömək edərik, Qarabağı alarsınız. Belə bir, üzr istəyirəm, quş buraxdı. İkinci də belə bir söz dedi ki, o vaxtların Naxçıvana 25 milyon dollar pul vermişik, yardım eləmişik. Onu nə vaxt qaytaracaqsınız? Yəni, bu da çıxışını qurtarandan sonra dedim ki, çıxış elədiniz, sağ olun, təşəkkürlər sizə. Amma mən 2 dənə məsələyə münasibət bildirmək istəyirəm ki, biz kimi özümüzə prezident seçilirsə öz işimizdir. Bizim daxili işlərimizə xahiş edirəm, qarışmayın. Biz öz prezidentimizi seçmişik, öz prezidentimizdən də razıyıq. Bu işi siz bu şəkildə təqribat törətməyin, dedim. Bu bir. İkincisi, o 25 milyon deyirsiniz, ayıb sizdən ötürü. Dövlətlər arasında nədir 25 milyon? Xırda bir puldur, cib xərcidir. Biraz da zarafata çevirdim ki, o pulu mən qaytaracağım sizə, narahat olmayın, mən özüm qaytararam o pulu. Yəni, bax, bu situasiyalar, o qədər belə situasiyalar var ki, baş gəlir ki, orada təhlükəli, nə bilim, münaqişəli, bu işlərimizi görmüşük biz. Eyni işləri görmüşük, tutaq ki, Türkiyədə də həmin işləri görmüşük, Rusiyada da həmin işləri görmüşük. Məqsədimiz buydu ki, bu ölkələrdə Qarabağ məsələsi ilə bağlı həqiqət çatdırılsın o ölkələr, ictimaiyyət bilsin, rəsmiləri bilsinlər, eyni zamanda bizim mövqeyimizə çıxış eləsinlər. Türkiyədə biz gedirdik, bizə deyirdilər ki, Türkiyədə hamı bilir də Qarabağla bağlı. Mən onu özüm müşahidə elədim, dostlar da gördü. Hərdən bir İstanbulda məsəl üçün Taksim meydanında bir sorğu keçirdik cavanların arasında ki, Qarabağ adında eşitmişsiniz, çoxu deyirdi, eşitməmişik. Ona görə deyirdik ki, hər yerdə bu təbliğat getməlidir. Və o dövrdə belə bir misal da gətirirdim ki, İranın da gündəliyində, Türkiyənin də gündəliyində Fələstin məsələsi əsas məsələlərdən biri kimidir. Biz istəyirik ki, İranın da, Türkiyənin də gündəliyində Qarabağ məsələsi əsas məsələ olsun. Deyirlər, necə? Deyirdim, məsəl üçün, parlament seçkiləri keçiriləndə hər kəs özündən borc bilir ki, Fələstinlə bağlı bir bənd salsın orada işte, əhalinin rəyini qazanmaq üçün. Türkiyədə də, İranda da. İstəyirik ki, bu cür istər prezident seçkiləri olsun və başqa seçkiləri olsun. İstəyirik ki, bu seçkilərdə hamı başa düşsün ki, xalq Qarabağla bağlı nəsə istəyir. Bu bir sosial bir sifarişdir. Ona görə də Qarabağla bağlı öz mövqelərini ortaya qoysunlar, Qarabağla bağlı çıxışlar eləsinlər. Yəni, bu işləri biz görmüşük. Kim onu başa düşür, başa düşmür, hara yozmaq istəyirsə özləri bilərlər. Amma hər halda biz Azərbaycan dövlətinə xidmət eləmişik. Bundan sonra da Azərbaycan dövlətinə xidmət edəcək. Kimlərsə bunu hansısa başqa yerə yozurlarsa, hansısa ağzı əyrilər, nəsə danışırlarsa, onları mən tapşırıram Allaha, öz vicdanlarına, özləri bilsinlər. Onsuz da biz işimizi həmişə görmüşük. Qarabağ Təşkilatının vaxtında da 100 dənə bizim dalımıza söz deyildi. Biri deyildi ki, iqtidar deyildi ki, Akif Nağı Qarabağ Təşkilatı müxalifətə xidmət edir, müxalifət deyir ki, iqtidara xidmət edir. Mən də gülürdüm, deyirdim ki, bu nə cür ola bilər ki, biz nə boyda
biz deməli bir peşəkarıq, nə bilim peşəkar hamını aldadırıq, hamının gözünü yumuruq ki, heç kəsin xəbəri yoxdur. Biz həm müxalifətə, həm də iqtidara xidmət edirik. Amma izah edirdim. Onun səbəbi odur ki, biz heç kəsə xidmət eləmirdik. Bizim dövlətçiliyə xidmətimiz vardı. O xidmətçilikdə biz davam edirik. Hər yerdə davam olunacaqdır. Yəni belə bir məsələ var da, deyir ki, it yürər, karvan keçər. Bunun bir fəlsəfi tərəfindən mən izah eləmək istəyirəm ki, bu deməkdir ki, əgər karvan öz yolu ilə gedir, hər hürən itə üstünə cümsə, onunla nə isə araşdırmağa çalışsa, həmin o karvan gedib mənzil başına çatmayacaqdır. Biz mənzil başına hədəflərimizə doğru gedirik. İstər Qarabağ Təşkilatının vaxtında, istərsə Azad Vətən Partiyasının vaxtında, fəaliyyətində və o yolla da gedirik. Kimlərinsə bizə nəsə deməsinin bizim üçün o qədər də elə bir istisi, soyuğu yoxdur.